Salam əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Mən kurikulum və Azərbaycan dili üzrə təlimçi müəllim Qasımova Röya ilə. Bu gün sizlərə kurikulumdan Jean Piagenin zehni inkişafın mərhələləri nəzəriyyəsinə aid 5 situasiya tipli test tapşırığının izahını təqdim etmək istəyirəm. Gəlin çox vaxt itirmədən keçək suallarımızın izahına. İlk sualımızla başlayaq. Sual 1. Kamal ailəsi ilə Avropa səyahətinə çıxır. Müxtəlif tarixi abidələrlə və Avropa ölkələrinin mətbəxləri ilə tanış olur. Daha sonra Paris şəhərində müqəddəs Yelena kilsəsini görür və insanların kilsəyə gedib ibadət etdiklərini müşahidə edirlər. Və Kamal belə bir nəticəyə gəlir ki, Avropada hər kəs xristian dininə sitayiş edir. Jean Piagenin zehni inkişafın mərhələləri nəzəriyyəsinə görə Kamal zehni inkişafın hansı mərhələsindədir? Birinci sualda doğru cavab variantımız C variantı, yəni ilkin əməli mərhələ hesab olunur. İndi isə gəlin keçək situasiyamızla daha yaxından tanış olmağa. Baxın, Kamal Paris şəhərində müqəddəs Yelena kilsəsini görür. İnsanların kilsəyə gedib ibadət etdiklərini müşahidə edir. Və daha sonunda Kamal belə bir nəticəyə gəlir ki, Avropada hər kəs xristian dininə sitayiş edir. Bu yanlış ümumiləşdirmədir. Məhz ilkin əməli mərhələdə olan şəxslər çoxlu sayda yanlış ümumiləşdirmələr edirlər. Onlar az məlumatdan böyük nəticə çıxarmağı bacarırlar. Piaget deyir ki, ilkin əməli mərhələdə olan uşaq hadisələri yalnız gördüyünə əsaslanaraq qiymətləndirir. Onlar başqa heç bir ehtimal düşünə bilmir. Bu dövrdə onlarda məntiqi əməliyyat və abstrakt təfəkkür mövcud olmur. Kamal da eyni şey edir. Məhz bu mərhələdə o gördüyünü ümumiləşdirir. Düşünür ki, kilsə var, insanlar ibadət edir, deməli hamı bu dindədir. Yəni xristian dinində, yəni xristian dininə sitayiş edir hər kəs. Məhz ilkin əməli mərhələdə insan daxili məntiqlə deyil, intuisiya və görünən faktlarla hərəkət edir. Bu, məhz ilkin əməli düşüncə tərzi hesab olunur. İkinci sual. Şagird yağışlı havaların birində məktəbə gedərkən yolda bir qoca qadınla rastlaşır. Görür ki, yaşlı qadın yolla gedir və çətiri yoxdur. O düşünür ki, yaşlı qadının yerində nənəsi də ola bilərdi. Həmçinin böyüklərə qarşı hörmətlə davranmaq lazımdır. Bu səbəbə görə də yaxınlaşır həmin xanıma və çətirlə ona kömək edir. Yoldan keçirir, evlərinə çatdırır, daha sonra isə məktəbə daxil olur. Piagetin zehni inkişafın mərhələləri nəzəriyyəsinə görə şagirdin davranışı hansı mərhələ ilə əlaqədardır? İkinci sualda doğru cavab variantımız E variantı, yəni formal əməli mərhələ hesab olunur. Gəlin baxaq. Formal əməli mərhələ üçün xarakterik olan xüsusiyyətlərdən biri də mənəvi etik dəyərlərin formalaşmasıdır. Mənəvi etik dəyərlər dedikdə burada insanlara hörmət və diqqətlə yanaşmaq, onlara qarşı qayğıkeş olmaq, onlara qarşı sevgi nümayiş etdirmək, kömək etmək və sair nəzərdə tutulur. Məhz şagird də burada eyni şeyi edir. O təkcə düşünmür ki, yaşlı qadının çətiri yoxdur. O eyni zamanda məhz etik və sosial dəyərlər üzərində də düşünür. Yəni düşünür ki, bu qadın mənim nənəm yaşımdadır. Böyüklərə hörmətlə davranmaq lazımdır. İnsanlara kömək etmək vacibdir. Eyni zamanda baxın, diqqəti bir məqama yetirmək istəyirəm. Yalnız tanıdığı şəxslərə deyil, bütövlükdə hər kəsə qarşı hörmətlə davranmaq, hər kəsə qarşı kömək etmək, sevgi, empatiya nümayiş etdirmək hər bir kəsin, hər bir insanın borcu hesab olunur. Məhz bu cür düşüncə yalnız formal əməliyyat mərhələsində mümkündür. Buna görə də sualımızın doğru cavab variantı E variantı hesab olunur. Sual 3. Zəhranın qardaşının 18 yaşı var və hərbi xidmətlə bağlı çağırış gəlir. Daha sonra sağlamlıq və digər sənədlər tərtib olunur və müəyyən olunur ki, Zəhranın qardaşı hərbi xidmətə yararlıdır. Daha sonra qardaşı hərbi xidmətə gedir. Zəhra belə düşünür ki, yaşı 18 və 18-dən yuxarı olan, sağlamlıq vəziyyəti yerində olan bütün Azərbaycan Respublikasının kişiləri həqiqi hərbi xidmət keçməlidir. Jean Piagetin zehni inkişafın mərhələləri nəzəriyyəsinə görə bu vəziyyət Zəhranın hansı mərhələdə olmasından xəbər verir. Baxın, burada induksiya özünü göstərir. Induksiya isə konkret əməliyyatlar mərhələsinə aid olan xarakterik xüsusiyyətdir. Induksiya nədir? Induksiya kiçik xüsusiyyətlərdən ümumiləşdirici bir nəticə çıxarmaqdır. Məsələn, bir neçə ayrı-ayrı xüsusiyyət var
və onları bir nəticə, bir qayda altında ümumiləşdirir. Gəlin baxaq. Piagetə görə konkret əməliyyatlar mərhələsi 7-11 yaş aralığını əhatə edir. Və məhz bu mərhələdə olan şəxslər məntiqi düşünməyə başlayır. Yəni bu mərhələdə insan məntiqi cəhətdən düşünə bilir. Onlar qaydaları və qanuna uyğunluqları anlayır və gerçək faktlara əsaslanır. Yəni konkret situasiyalara uyğun ümumiləşdirmələr edə bilirlər. Məhz Zəhra da başa düşür ki, baxın, 1. 18 yaş hərbi xidmət yaşıdır. Baxın, hərbi xidmət yaşıdır. 2. Burada sağlamlıq əsas şərt hesab olunur. Əsas şərt hesab olunur. Bu, bütün insanlara şamil edilən ümumi qaydadır. Baxın, sonda nədir? Sonda bütün insanlara aid edilir. Bütün insanlar. Ayrı-ayrı xüsusiyyətlərdən ümumi bir nəticəyə gəldim. Yəni, ümumi bir qayda çıxardım. Deməli, sual 3-də doğru cavab variantı B variantı hesab olunur. Keçirik sual 4-də. Uşaq qara rəngi xoşlayır. Valideynləri ilə oyuncaq almaq üçün oyuncaq mağazasına gedir və mağazada satışa çıxarılan oyuncaq məhsullarının əksəriyyətinin qara rəngli olmasını müşahidə edir. Və belə düşünür ki, o qara rəngi sevdiyi üçün satıcı məhsullarını bu rəngdə olan məhsullarla satır. Baxın, o qara rəngi sevdiyi üçün. Burada açar məqam da verilmişdir. Jean Piaget'in zehni inkişafın mərhələləri nəzəriyyəsinə görə uşaq hansı mərhələdədir? Doğru cavab variantımız B variantı hesab olunur. Piaget ilkin əməliyyatlar mərhələsi 2-7 yaş aralığını əhatə edir. Bu mərhələnin ən xarakterik, ən öndə gedən xüsusiyyətlərindən biri nədir? Egosentrizm. Egosentrizm nədir? Mən mərkəzçilik. Mərkəzçilik. Yəni, hər şeyin mərkəzində mən. Yalnız özünü görmək. Uşaq düşünür ki, hamı onun kimi düşünür və hamı onun istəklərini bilir. Gəlin, bura daha diqqətlə nəzər yetirək. Baxın, uşaq qara rəngi sevir və mağazada çox oyuncağın qara olduğunu da görür. Düşünür ki, satıcı onun qara rəngi sevdiyini bildiyi üçün məhz ora qara rəngli məhsulları daha çox qoyur. Bu egosentrik bir düşüncədir. Çünki uşaq fikirləşir ki, satıcı onun zövqünü bilir və ancaq o uşağa görə belə edir. Uşaq deyir, mən qara rəngi sevirəm. Aha, deməli satıcı da ona görə qara oyuncaq satır. Məhz ona görə. Bu gerçək səbəb deyil. Sadəcə olaraq uşaq öz istəklərini reallığa tətbiq edir. Deməli, sual 4-də doğru cavab variantımız B variantı hesab olundu. Keçirik 5-ci və sonuncu sualımıza. Sual işarəsinin yerinə uyğun gələn variantı qeyd edin. Gəlin baxaq. Bu mərhələdə uşaqlar digər insanlar necə düşünə bilər və necə hiss edə bilər, bu barədə düşünürlər. Daha sonra əşyaları müxtəlif xüsusiyyətlərinə görə qruplaşdıra bilirlər. Baxın, bunların ortaq cəhəti hansı xüsusiyyətdir? 5-ci sualımızda doğru cavab variantımız C variantı. Yəni, konkret əməliyyatlar mərhələsi hesab olunur. Baxın, bu mərhələdə uşaqlar digər insanlar necə düşünə bilər və necə hiss edə bilər, bu barədə düşünürlər. Bu nədir? Bu empatiyadır. Empatiya. Empatiya nədir? Empatiya insanın özünü başqa bir şəxsin yerinə qoyması, onun keçirdiyi hissləri keçirməsi deməkdir. Yəni, onu başa düşməsi, onu anlaması deməkdir. Baxın, konkret əməliyyatlar mərhələsindən əvvəl gələn mərhələ ilkin əməli mərhələ hesab olunur. İlkin əməli mərhələsində bir şəxs nə qədər egosentrikdirsə, unutmayın, konkret əməliyyatlar mərhələsindəki şəxs bir o qədər digərlərinə, başqalarına qarşı empatiya nümayiş etdirir. Yəni, empatiya nümayiş etdirməyi bacarır. Məhz bu mərhələdə, konkret əməliyyatlar mərhələsində, ilkin əməliyyatlar mərhələsində olan egosentrizm yavaş-yavaş aradan qalxır. Yəni, azalmağa doğru gedir. Məhz bu mərhələdə uşaq başqalarının özündən fərqli baxış bucağında olduğunu anlayır. Məsələn,
Uşaq ilkin əməldə ancaq mən deyirdi. Artıq konkret əməliyyatlarda düşünür ki, yox, hər şey, hər kəs məhz özündən asılı deyil. Başqa insanlar başqa cür də düşünə bilərlər. Yəni hər bir insanın özünə məxsus düşüncə tərzi var. Məhz bu xüsusiyyətlər 7-11 yaşın xarakterik xüsusiyyətləri hesab olunur. Məhz bu dövrdə, yəni bu mərhələdə əşyaları müxtəlif xüsusiyyətlərinə görə qruplaşdıra bilmək bacarığı da formalaşır. İlkin əməli mərhələsində hər hansı bir şəxs və yaxud da ki uşaq hər hansı əşyaları müxtəlif xüsusiyyətlərinə görə qruplaşdıra bilmirdi. Sadəcə onun bir tərəfini görürdü. Həmin əşyaları bir xüsusiyyətinə görə qruplaşdıra bilirdi. Artıq konkret əməliyyatlar mərhələsində bu xüsusiyyət aradan qalxır. Artıq uşaq əşyaları bir neçə xarakterik xüsusiyyətinə görə qruplaşdıra bilir. 5-ci sualda doğru cavab variantımız C variantı hesab olundu. Əziz izləyicilər, suallarımızın izahı bu qədər. Əgər izahım sizin üçün faydalı və yararlı oldusa və bu kimi sualların izahını tez-tez görmək istəyirsinizsə, videomuzu bəyənməyi və kanala abunə olmağı unutmayın. Bugünlük bu qədər. Hələlik.